Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tikilməkdə olan obyektlərin müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün su təmizləyici qurğuların tikintisi layihələrinə başlayıb. Layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğunun tikintisidir. Ümumi uzunluğu 23 km, məhsuldarlığı gün ərzində 100.000 kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının Xocasən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Bu tipli layihələr xüsusilə mikrotunel texnologiyasıyla qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir. Geniş ərazilərdə qurulma imkanı yaradır və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər yeni kollektorlar vasitəsilə daşdan tullantı suların su təmizləyici qurğulara ötürülməsi və təmizlənməsi, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.